Dostlar salam. Bugünkü səfərimiz Qubadlı rayon Çaytuması kəndinədir. 33 ildən sonra nəhayət ki kəndimizi ziyarət etməyə gedirik. Demək olar ki yolun yarısını gəlmişik. Yol çox yorucudur. Zəncilana çatırıq. Zəncilandan sonra bizim kəndlər başlayır. Gəlib çatdıq. Bura bizim qaldığımız yerdir. Üstdən aşağı çaya düşən yol. Burada qaldığımız evin girişi. Bizdən qabaq bura çox adam gəlib. Sən demə. Yəni biz gələn günü 20 nəfər vardı. Sonra çıxdıq dağa, qəbirstanlığa üz tutduq. Gedirik qəbirstanlığa. Öz dədə babalarımızın qəbirlərini ziyarət eləyək. Əgər əksini düzəldək. Allah Erməniyə, Rusa lənət eləsin. Allah Rusiyanın sonunu gətirsin. Allah müharibəyə son verirsə də şükür. Sülh olsun həmişə. Bir dənə ora bu, bir dənə Allah sənə lənət eləsin. Neyini bu daş qəbirsən? Sən insansan, dünyadan imdad istəyirsən. 33 il ərzində bu torpaqlar həsrət qaldı öz övladlarına. 33 il ərzində yollar sustu, evlər sahibsiz qaldı. Dağlar və dərələr öz insanlarını gözlədi. Amma Allahın vədləri heç vaxt unudulmur. Müqəddəs kitabda belə deyilir. Rəbb sürgün olunmuş xalqını geri qaytaranda Yaqub sevinsin, İsrail şad olsun. Bax bizim millət həmişə belə şən millətdir. Musiqi aləti olmasa da vedrənin dalına salıb oynayandır. Şükür olsun bu günləri də gördük.
Hey! Dedəmin ağrısında oyna, belə bir eləyirsən. Dedəmin də, Hey! dedəmin ağrısı kəndimizdir. Günhanə düşübən eşqə dair söhbətim olsa, bir hə deyərək qəlbimi qəmdən uzaq etsə, tərk eyləyərəm hər nə qədər adətim olsa. Mənə nə lazımdır varlə dövlət, ey gül, sənlə çəkərəm hər nə qədər zillətim olsa. Sənlə çəkərəm hər nə qədər zillətim olsa. Ama qələt edir. Ama qələt edir, görürsün. Səhər-səhər açılıb. Bura bizim qaldığımız yerin, evin girişi kənd evidir. O vaxtki kənd evi. Buralar deməli boş otaqdır. Arkaya bağdır. Neyse buranı düzəltməyiblər, şərait qurmayıblar burada. Ancaq biz gecəni burada gecələdik. Burada başqaları. Orada bir dənə də otaq var. Yəni baxaq görək nədir. Yox, bəlkə kimsə qadınlardan kimsə olar. Bura ayaq yolu. Bilməm də bu şəraiti kim qurub. Kimdən qalıb? İşığı söndüreyim. Biz də burada qaldıq. Biz də burada. Bura şəraiti var, müasir biraz şəraiti var. Belə. Bu torpaqlar sadəcə bir yer deyil. Bu torpaqlar ata-babalarımızın izi, xatirələrimiz, köklərimiz və bizə əmanət qalan irsdir. Müqəddəs kitabda deyilir, salihlər ölkəni miras alacaq və orada əbədi yaşayacaqlar. Bugün biz illərlə həsrətində olduğumuz doğma yurdumuza qayıtmışıq. Bu torpaqların hər daşı, hər ağacı, hər budağı bizə keçmişimizi xatırladır. Çünki insan öz vətənini unutmaz. Necə ki, İsrail xalqı sürgündə olarkən Yerusəlim üçün ağlayırdı və deyirdi, ey Yerusəlim, əgər səni unutsam, qoy sağ əlim öz bacarığını itirsin. Postu keçdik. Yoxlayırlar postu. Xanlıq da ermənilər tikən yer. Nə qədər ev tikib, bu ermənilər tikib bu evləri. Ermənilər. Vay vay vay. Məskən sahablar burada. Köhnə evləri söküblər də yəqin. O köhnə evlər dağılıb, bunlar ermənilər özləri üçün şey edir da. Burada da beton zavod da var burada. Daha görürsən texnika var. İndi qulaq bu həmin oğlan deyirdi, burada buranı işləyirəm, tenderdə gəlib. Hə? Bayaq bizlə rastlaşan adam var. Zəngilan rayon Məmmədbəyli kəndi. Gəlib Toxornadan bir də kvartirant bölgəsində. Biz də öz yurdumuzu unutmadıq. İllər keçdi, nəsillər böyüdü, amma qəlbimizdəki vətən sevgisi sönmədi. Bugün bu torpaqlarda dayanarkən Allaha şükür edirik. Çünki o həsrəti sevincə sevirən Allahdır. Əkin zamanı göz yaşı tökənlər sevinç nəğmələri ilə biçəcəklər. Qubadlının Çaytumas kəndi, bu torpaqlar bizim keçmişimizdir. Bu torpaqlar bizim yaddaşımızdır. Bu torpaqlar bizim vətənimizdir. Dağıdıblar hər yerə dağıdıblar.
gəl görsən gəlsin məsələn. Allah. Deyərsən ki, sənin telefonu bilə qoy. Sənin telefonu. Sən toz qarandı. Var yox. Bir dənə bu ev salamatlı krişası görünür. Ata mən bir dənə telefon. Gecəni orada qalacağıq. 20 nəfər var. Bizim üçün də yer olacaq. Bura Yeznəmgil Muradıgilin evidir. Bura Qasım əmi. Bu da çaya düşən yol. Uşaq vaxtı buradan düşmüşəm. Qızlar çaya gedəndə ağlayırdım ki, məni də aparın. Ata məni də apar. Bu yoldur, həmin yoldur. Kəndin yoldur. Qıraqlar belə otluq deyil, indi adamlar yaşamır. Bax, bu evdə mən şey eləmişəm, çox çörək yemişəm. Atımız da var. Görək bu yol axıra və hara gedir. Burada bir ağ çıxırdı adamın qabağına. Yox, dəyişib. Bura. Bunlar neyniyiblər burada? Nə iş görürlər? Evlər zadı dağıdıblar. De bu. Bax bu su. Buradan aşırdıq bu yoldan. Deyən. Görsən, bu tərəfi ağ, bu tərəfi ağ. Deməli, bu yoldan, buradan gedirdik belə. Belə gedirdik, belə. Buranı keçəndən sonra, deməli, arxı keçəndən sonra gəlirdik bura. Buradan da aşağı bulağa düşürdü. Amma çol-ços basıbdır. Bu da heyləkdə. Neçə vaxtı? Ayda buranı turublar ki. Ara. Bura Oktagilin evidir. Bura Oktay. Oktagilin evi salamatıdır, bax, müharibədə. Oradan Şəbəkə bu nədir belə qardaş? Bu yarı-yarımsıq görə bilmirəm, çolluqdur. Qorxuram ilandan. Bunu çəkirəm evdə baxacam. Oha. Aha, bu nədir belə? Tok gedir buradan. Deyəsən burada yaşayış var. Ora kimi gedir? Yoxsa kimsə qalır yəqin. Burada yol bağlandı, çaya getmək olmur. Zaten bu yol dar idi. Hara gəlsən, gəl bəri. Belə boş yer. Bax, indi yadıma düşdü. Bu həmin tindir. Bax, burada uşaqlar dedilər ki, çubuğu sox bura. Mən də uşaq idim. Bilmirəm hansı tin, indi deşiydi o. Arı məni vurdu. Oradan arı çıxdı, məni vurdu. Bu çaya gedən yolda burada tində. Bu tində məni arı vurub. Uşaqlar dedilər ki, çubuğu sox. Mən də onların fitvasına uydum belə. Bax, bu həmin tin. Ana bax, dağıdıb töküblər. Buralarda nədir, ferma olub, desən tövlələrdir. Qaydırıq Sumqayıta. Bu da bizim Qarabağa səfərimizin sonu. Boltlu şeylərə bax, işıqlara. Yoxa bax. Təzəsək. Gör hara gedir, hə. Bir də bunu